Salam əziz dəyərli izləyicilər. Bugün sizə xərçəng bürcünü təqdim edirəm əzizlərim. Əziz xərçəng, bax çox yorğunsunuz. Sizə zərər vermək istəyən insanların gerçək yüzünü görəcəksiniz. Duruşunuzla, yəni duruşunuzu pozmadan bəzi insanlardan geri çəkirsiniz özünüzü. Hərəkətsiz, sakitliklə, soğuqqanlıqla, yəni olmağınız məsləhətdir. Kim nə edirsə etsin, arxandan iş çevirənləri görə biləcəksiniz. Beyninizdə bəzi suallar, şübhələr var. Doğru yalanı biləcəksiniz. Çətin dönəmdən keçdiniz bəziləriniz. İndi də biraz narahatçılıq var içinizdə. Hisslərinizə güvənin. Hisslərinizə güvəndikcə huzur tapacaqsınız. Bəzi əksiklikləriniz var. Kiçik-kiçik işlər arxandan döndərdiyini, çox şeyləri görəcəksiniz. Sevgi həyatında, işdə yorğunsunuz. Yavaş-yavaş addım atırsınız. Karyeranın arxandan dönən şeyləri görəcəksiniz. Yanınızda kim qalır, kim gedirsə onları da görəcəksiniz, amma sağlığınıza fikir verin. İşlərinizi yönəltməyi bacarırsınız. Gələcəklə əlaqəli xəbərlər ola biləcək. Özünü göstərmə dönəmindəsiniz. Keçmişi çalışın, unutun, bitdi deyərək irəli gedin. Ev işinə, ailə işlərinə, ya öz işlərinizə, şəxsi işlərinizə, maddiyyatla, yəni 17 maya qədər biraz diqqətli olun. Atdığınız addıma, ifadələrinizə biraz fikir verin. Ayaq, göz ağrılarla həkimə müraciət edənlər ola bilər. 15 maydan sonra xəyallarınızla əlaqəli biraz diqqət edin ki, düşmən bildikləriniz, qısqanan insanlar həyatınıza girə bilər. Yəni 15-dən sonra da biraz diqqətli olun. Çalışın, dualar oxuyun, zikirlər deyin. Furqan, Rəhman surələrinə qulaq asın. Çalışın bir 5-10 günə. Oxuya bilmirsiniz, yandırın, səsinə qulaq asın dualarını əzizlərim. Ayrıldığınız bir yerə dönə bilərsiniz. Bir sevgi canlana biləcək. Aynı ikisindən elə bir hədəflərinizə doğru gedə bilərsiniz. Diqqətli qərarlar verəcəksiniz. Onundan sonra işlə, maddiyyat anlamında olumlu gəlişmələriniz ola biləcək. Bir ayrılıq gerçəkləşə bilər. Çox şey kontrol altında yəni saxlayırsınız. Sevgi həyatı sizin için bir liman kimidir. Böyük kəlmələrlə sevgi için başlanmazsan, böyük bir sevgi məsələlərinə başlamazsınız. Yavaş, yaxınlaşaraq, gözlərinə baxaraq o insanı tanıyırsınız. Yəni sizdə hissiyat da güclüdür. Həm də qarşı tərəfin səs tonuna baxaraq, səmimiyyətini izləyərək yəni fikir verirsiniz. Çünki siz xərçəng bürcündənsiniz. Hər şeydən öncə güvən axtarırsınız. Güvəni o insanda tapmazsınızsa əgər, onu sevməzsiniz. Birinə bağlandınızsa, sadəcə bir sevgili olmaz. Sənə ən yaxın dost, ən dərin yəni sirdaş, yəni güvənilirsən, arxa olursan o qarşı tərəfə. Lakin sizə göstərilməyən səmimiyyətə qırılırsınız. Qabığına çəkilib bir qıraqda durursunuz. Yəni savaşmazsınız, susarsınız. Sevirsinizsə o insanı, susarsınız. Elə bir ki, sevgini bitirəcəksiniz. Qərarlısınız, çox qərarlısınız. Nə etmək istədiyini artıq bilirsiniz. Biriləri elə bir qarşı tərəf aranızda bir inciklik varsa, siz onu bağışlamağını istəyə biləcək. Artıq onun söylədiklərinə, davranışına elə bir inamınız qalmayıb. Gözlədiyin maddiyyat əlinizə gələcək. Öz bacarığınızın gücü ilə hər bir məsələni çözə biləcəksiniz. Güclənəcəksiniz. Ev sahibi ilə bir rahatsızlıq, bir aldadılma və ya ola bilər oturduğun evlə ilgili də. Bəlkə də bir ev almışsınız, bəlkə də sənədləşmə istəyirsiniz etmək, bir aldadılma, dolandırılma ola bilər. Və ya köçəcəksənsə bu da ola bilər. Və ya kira yeri tutacaqsınızsa, yəni çalışın ki, aldanmayın. Yəni bəlkə də o ev olmaya bilər və ya bir evi 2 yerə satıla bilər. Yəni bir huzursuzluq ola bilər, buna diqqət edin. Və ya bu evə köçərsən, orada qonşu xoşuna gəlməz, sonradan peşman ola bilərsən. Bu həftə çoxunun ilgisini çəkəcəksiniz. Duygusal, enişli çıxışlı yollarınız ola biləcək. Gerçək dostu əleydən keçirəcəksiniz. Doğrudanmı? O mənə dostdur. Keçmiş partnyorun sizi axtara bilər. Bir yerdən əksik, bir yerdən artıq olması olan işlərinizi tamamlayacaqsınız əzizlərim.
Fikirlərinlə insanları özünüzə çəkməyə bacaracaqsınız. Düşüncə, fikirlərin bir ilham qaynağı ola biləcək siz üçün. Sizi dinləyən, izləyən, çevrəndəki insanlara təsir edə biləcəksiniz. Sənətinlə bir işə addım atırsınız. Sizin açıq yolunuz var. O yoluna getməyə, yolunuzun açıq olmağına istəməyən insanlar var. Lakin o yola çıxaraq siz xeyrini görəcəksiniz. Çox bacarıqlısınız, əl bacarığınız, sənətiniz var. Özünüzü göstərəcəksiniz sənətinizlə, əl bacarığınızla. Evlilik təklifi gələ bilər və ya düşünürsünüz. Yaxşı düşüncələriniz var. Arxandan biriləri, məsələn, birisi sizə təklif edə bilər, üzünüzə deyər, gülər, amma arxanca ciddi deyil düşüncələri. Yəni buna da biraz peşman ola bilərsiniz. Müalicə üçün araşdırmalar edirsiniz, yeni bir müalicəyə də başlaya bilərsiniz. Məhkəmə ilə əlaqəli məhkəməniz varsa diqqət edin, izləyin. Sizi qarşıda pis vəziyyətə qoymaq istəyən biriləri var. Gedişatı izlə əzizlərim. Ona görə biraz diqqət edin. Qarşı tərəf biraz belə ayıq-sayıqdır əzizlərim. Ata tərəfindən birilərinin yox olması, hardasa qohumun birin, elə bir ki onu tapacaqsınız. Bir ayrılığa üzülə bilərsiniz. Yəni ikiniz də sevərək bir-birinizə ayrıla bilərsiniz. Darıxmayın. Qismət yollarınız çox gözəl, çox açıqdır. Sevdiyin insanın nəfəsini duyduqca çox rahat olursunuz. Yəni hiss edilmək, önəmsəmək, dəyər vermək, yəni bunları çox sevirsiniz ki, sizi düşünsünlər. Yəni rastlaşdığın hər bir hadisə ürəyinizdən xəbər verə biləcək. Sizə gələn insan, sizə tərəf olan insanlara canfəşanlıq göstərirsiniz. Fəaliyyətiniz istənilən sahədə kəskin dəyişikliklərdən qaçmağa biraz çalışın. Yəni burada bəzi fəaliyyətlər olacaq ki, siz ora girişərək, yəni irəliyə doğru addım atsanız da, yəni kəskin bəzi dəyişikliklər ola bilər. Ona görə biraz diqqətli olun. Keçmiş bir sevgiliniz qapınızı döyə bilər. Onunla yeni münasibəti davam etməyi istəyəcək, o istəyəcək ki, siz yəni davam edəsiniz münasibətinizi. Sizi kimi insanı əlindən buraxdığına çox peşman olmuş. Yaradıcı potensialınızı üzə çıxaracaqsınız, bacarığınızla qazanc gətirəcək bu sizə yavaş-yavaş. Qohumlar arasında mühüm rol oynayacaqsınız. Sizi narahat edən problemləri sizə həll edib kömək etmək istəyən qohumlardan biriləri ola bilər. Subay xanımsınızsa, gələn həftə, bax indi deyil, gələn həftə üçün, həftə sonundan elə başı və gələn həftə üçün gözəl xəbər gələ bilər sizə. Gözəl xəbər də gələ bilər. Bir də sizi gözü götürməyənlər var. Gözü götürməyərək sizə quyu qazmaq istəyənlər öz tələlərinə düşəcəklər. Bəlkə də buna eşidəcəksiniz. Öz quyularına düşə biləcək. Siz üçün bəziləriniz üçün mayın 2-si, 5-i çox uğurlu ola bilər. 30-una biraz diqqət edin. Biraz bəziləriniz üçün 30-u biraz ağır keçə bilər əzizim. Bax, hər nə yaşayırsınızsa keçib gedəcək, yəni bu sıxıntılar keçib gedəcək. Sevib seviləcəksiniz. Gözəl gəlişmələriniz ola biləcək. Rahatsız edən biriləri var sizi. Əsəbi edə bilər. Bəzilərinin arxanızca ki dedikodu edir, iş görən insanların haqqında bəzi şeylər öyrənə biləcəksiniz. Biraz sağlıqla, biraz da bəzi məsələlərlə qarma-qarışıq işləriniz ola bilər. Sizin hətta ailə vəziyyətinizə mane olmaq istəyənlər var. Bəlkə də sizi boşanma dərəcəsinə çatmışsınız bəzi insanların söhbətinə, üçüncü şəxsin maneçiliyi ilə və ya məhkəməniz varsa da uzanır bu məhkəmə, sizi çətinliyə salırlar.
Amma yavaş-yavaş artıq sizinlə bu həftədən işləri olmayacaq. Birinin əlində kamera var, çəkirsiniz, hobbin var, dəstək alacaqsınız, birindən dəstəklənirsiniz. Üst-üstə bəzi problemlər yaşadınız. Evliliklə öz evliliyinizə sahib çıxmağını bacarırsınız. Sizi çətinliyə salanlar özləri, yəni özləri sizi nə çətinliyə salırsa, özləri o çətinliyə düşə biləcək. Bəziləri sizi boş qoymur, sizin hər bir məsələvizə burnunu soxur. Bax, övladının, bəlkə də özünüzün bir kamera ilə, texnoloji məsələlərlə bəlkə də istifadə edirsiniz texnolojiden, bir hobbinizi başlamaq istəyirsiniz və ya övladınız da ola bilər, gözəl başlanğıclar edə biləcək. Çoxluq olan bir yerə gedəcəksiniz, istədiyini əldə edəcəksiniz. Bir şeyi bıraxmaq zorunda qalacaqsınız. Bir iş yerindən elə bir, bəlkə də hansısa bir yerdən ayrıldınızsa da orada bir boşluq olduğunu sizə bildirəcəklər. Yəni o boşluğu doldura bilməmişlər sizin yerinizə. Bax, biriləri həyatınızda ya var, ya yox, mənasız bir insandır. Gah peyda olur, gah yox olur. Bu da sizin ürəyinizi açmır. Yəni artıq bununla, yəni hər işi artıq həll edəcəksiniz ki, yəni bu belə getməz. Yəni gah olub olmadığını, sevib sevmədiyimi və ya ailə içində də ola bilər ki, soyuqqanlıq yaranıb evdə. Yəni bunu ortadan qaldıracaqsınız. Açıq bir diyaloq edərək, bir-birinizlə söhbət edərək hər şeyi ortaya qoyacaqsınız və aydınlaşma ola biləcək. Bax, işləriniz bir də görürsünüz, arxa-barxaya qəşəng işləriniz olur, gedir. Bir də görürsünüz ki, işləriniz durğunluq olur. Bu da nədəndir əzizim? Çox zaman diqqət nəzərində olursunuz, həm də tez nəzərlənirsiniz. Həm də işlərinizi qazandığınız qazancın paylaşdıqca və ya şəxsi problemlərinizi paylaşdıqca elə biraz dərinliyə düşürsünüz. Ailə içində küsüb barışırsınız, inciklik olur. Övladınla əlaqəli biraz dost olmağınız daha da yaxşıdır. Çox zəhmətkeşsiniz, çox belə əlləşib, vuruşub qazanan insansınız, bacarıqlı insansınız. Bəzi çətinliklərdən çıxmısınız, düzdür. O qədər çətinlikləriniz oldu ki, həyatda onu heç kimlə bölüşə bilmədiniz, tək ürəyinlə bölüşdünüz. İnşallah ki, onlardan da yavaş-yavaş çıxacaqsınız əzizim. Çox ədalətli, ədalət də axtarsınız, ədalət də sizin ətrafınızda olacaq, narahat olmayın. Haqq, ədaləti sevən insansınız. Az danışıb çox iş görənsiniz. Qulaq asmağı da sevirsiniz. A hərfində birilərinin çətinliyin, sıxıntısına yardımınız ola biləcək. Valideynlə biraz ciddi söhbətiniz ola bilər. Qohumdan birilərindən incəkliyiniz var. Bu incəklik davam edir. Həmin qarşı tərəf qohumun sizə bir qısqanclığı, paxıllığı var. Siz bunu hiss edirsiniz, amma yenə də biruzə vermirsiniz əzizlərim. İnşallah bax, gözəl qapılar açılır, gözəl gəlişmələr, xəbərlər gələcək. Anidən gözəl, açıq bir aydınlığa çıxaraq gözəl yola davam edəcəksiniz. Diqqətinizə görə var olun, sağ olun.